Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. 22-ci suala baxırıq. ABC düz xətləri bir nöqtədə kəsişir və alfa, beta, qammanı 3, 4, 2 nisbətində verilib. Bizdən beta bucağını soruşur. İlk öncə bu qarşılıqlı bucaqlara baxsaq, həm qonşu bucaqlar, həm qarşılıqlı bucaqlar. Bura betadırsa, o zaman burada bir beta deyə bilərik. Düzdürmü? Bu zaman burada bir alınan açıq bucağı görürəm. Və alfa plus, beta plus, qamma cəmi bizə nəyi verir? 180 dərəcəni. Bizdə də alfa böl beta və qamma nisbətlərini verib 3, 4, 2. Buradan alfanı 3x, betanı 4x, qammanı 2x yazaram. Və cəmləsəm alfa, beta, qammanı. Bax bunları. 3x plus 4x plus 2x bərabərdir 180 dərəcə. Buradan 9x bərabərdir 180 dərəcə və x-in 20 olduğunu tapdım. X 20-dirsə, o zaman alfa olacaq 60 dərəcə, beta olacaq 80 dərəcə, qamma olacaq 40 dərəcə. Bizdən baxın betanı soruşur. Bu beta 80-dirsə, burada 80-dir. Alfanı tapdıq 60, qammanı tapdıq 40. Vəssalam. Cavabımız olacaq B variantı. Bizdən betanı soruşurdu. Beta 80 dərəcə.